Salam əziz izləyicilər, xoş gördük hər birinizi. Bugün avtomobilimizi işə salma haqqında çəkiliş apararaq sizlərlə paylaşıram. Avtomobilimizi hansı şəkildə işə salmalıyıq, yəni mühərriki hansı şəkildə işə salmalıyıq, bunu sizlərə izah etməyə çalışacağım. Gördüyünüz kimi bizim bu avtomobilimiz start-stop düyməsi vasitəsilə işə düşür, yəni bu düymə vasitəsilə işə düşür. Start-stopla işə düşən avtomobillərlə, açarla işə düşən avtomobillerin arasında yalnız bir fərq var. Bu fərq də nədən ibarətdir? Start-stopla işə düşən avtomobillərdə əyləc pedalını basmadan avtomobili işə sala bilmirik. Yəni bu düymə ki var, bu düyməni ümumilikdə 3 dəfə sıxırıq, bir dəfə sıxırıq, 5 saniyə gözləyirik. 5 saniyədən sonra ekranımız açılır. Təxminən 5 saniyə. İkinci dəfə düyməni sıxırıq. Gördüyünüz təhlükəsizlik yastığı işarəsi, yəni o qırmızı işarənin sönməsini gözləyirik ki, bu da 5 saniyə çəkir. Üçüncü dəfə isə əyləc pedalını bir balaca sıxırıq və bu vəziyyətdə də saxlayırıq. Yəni əyləc pedalını, tormuz pedalını basıb buraxmırıq. Bir balaca sıxılı vəziyyətdə saxlayırıq. Üçüncü dəfə düyməni sıxırıq. Və bu şəkildə avtomobilimizi işə salmış oluruq. Söndürəndə isə bir dəfə bu düyməni sadəcə olaraq əyləc pedalını bastıq, basmadıq, bunun bir önəmi yoxdur. Bu düyməni bir dəfə sıxırıq, avtomobilimiz sönür. Çoxumuz bunu yanlış bir şəkildə istifadə edirik, yanlış bir şəkildə işə salırıq avtomobilimizi. Bu yanlış yöntəmlədir. Birbaşa ayağımızı qoyuruq əyləc pedalının üzərinə, bir balaca sıxırıq və düyməni bir dəfə sıxırıq. Bu şəkildə də avtomobilimiz işə düşür. Lakin bu avtomobilimizə ziyandır.